izleyiciler. Bugün İsmail Rayonun bazarına gelmişik. Şöyle qiymətlər neçədir? Həm YouTube üçün təklif edirəm. Həm də ki canlı yayın. Yəni belə çəklərdə fındıqda şeydir. Yetkiyə. Bu hara buranındır, İsmail'in. Bazar olsun. Göre bir yere tapılsın. Həmi göyərtilərində şeydir. Əlbət düşürsən. Göyərtilərində şeydir mi? Gördün 5 manat. 5'e 1 manat. Maşallah böyle dəstək olur da İsmail'də. Tabun var. Həmin arada şeydir. 1 manat. 1 manat bazar olsun. Şimdi şıkalar olar. Binələri qazalmışam deyəm görək. 25 manat diyorum burada. Neçəyə deyil. Qarış qazlar sizinkidir. O bir tane kola ördek. O qaz neçədir? 35'e ördəklər. Və çolpalar? Çolpalar 15'ine var, 14'ine var. Çolpaya bakın da gördüm. O xoruzlar yok. Xoruzlar 15'e. 15'e bazar olsun. Çolpalar. Çolpalar 15 var. Zəhmət olmasa ekran bəyənin. Çolpalar o kadar önemli değil mi? Hündüşkalar da sorsun. Bacı hündüşkalar ne şeydir? 45. Bazar olsun. Rəhmət olmasa ekran videonun bəyənində. Bəyənməni basın. Bibi, toyuqlar neçədir ay Bibi? Bibi toyuqlar neçədir? Bazar olsun. Yumurta neçədir orada yumurta? 35'e. 45'te. Deməli hündüşkalar 35, 40, 45 manat xoruzlar. Ondan sonra qaz. Qazlar neçədir? Cütü 60 manat. Cütü 60 manat, 30 manat. Qazlar 30 manat, 35 manat. Bunlar neçədir qardaş? Balaca fərələr 30 manata. Zəhmət olmasa ekran bəyənində. Bəyənməni basın, bəyənməni. Salam aleyküm. Hündüşkalar neçədir qardaş? 50 manat. Bazar olsun qardaş. Deməli, hündüşkadan getdik də. Hündüşkadan qurtardıq. Qiymətlər məlumdur. Zəhmət olmasa ekranı bəyənin. Bəyənin görək. Mandalin 1.
video çəkib qoyuram. Uzun videoda belə televizorda oturub baxmaq üçün. Həm də ki, belə canlı açmışam ki, baxasınız. İndi bilmirəm, bu set biraz burada pisli, narın seti. Ona görə ola bilər ki, biraz yaxşı düşməz. Qiymətləri təxminən bilirəm deyənə iş soruşmuram. Qazdır 30, 35, hinduşkadır 30'dan tutmuş 45-50'ye kimi. Ondan sonra çolpalardır ondan başlayır 20'ye kimi. Böyle. Üzümlər də 1 manat yarıma, nar 1 manata. Sağ ol, Allah razı olsun. Ne varsa budur. Yok, bir tanesi var. Biz de o filerinde veriyoruz ona. Deməli, İsmail'in bazarı var, əsas bazar. Buradır, əsas bazar. Bazar günü isə buradan başlayır. Beş tane 140'an 1 manat, telefon altı 1 manat. Buradan başlayır. Boş kabağına kesilen salatan 1 manat. Buradan başlayır, düz o məhəllələrin arasına kimi. Kələmi bir ala 20 qəpiyə qışqırırdı da, indi bilmirəm. Burada bax. Şabalatların qiymətləri. Salam aleyküm, bazar olsun qardaş. Bu ne balıqdır qardaş? Hanı balığı? Hanı balığı. Geçenler 8'li kırdalar 7'di qardaş. 8 manata kilo olsun. Hanı balığı. Lobiya da var ha. Güzel, bir lobiya da. İşte mən çəkiliş edən zaman qiymətləri soruşanda biraz cəmaat gələn soruşur, boş-boşuna soruşur, ya çəkiliş eləyir, biraz cəmaat çəkinir. Demək görürsünüz, bazar qaldı arxada. Bazar qaldı arxada, bu bazardan biz cəmaatın bax evinin qabağı, məsəl üçün bax. Bu ev, bu evin qabağı. 8 kilo. Niye? Sen köyden geldin, sen köyden geldin. Kulağa koymuyor, kırmadı. Buna koymayayım. Bura İsmail'də hər şey bahat. İsmail'də hər şey bahat. Sabunçan bazarında
çolpalar gəlir aran zonalarından. Çolpalar, toyuqlar ucuz burada. Bahat. Burada bahat. Bilirsiniz nəyəcə bahadır? Bakıda bir günə satırlar 100 kilo məsəl üçün balıq. Onun kilosunda 1 manat qalanda onlara. Bu eləyir 100 manat qazancları. Burada isə 10 kilo, 15 kilo, 20 kilo balıq satırlar. İstəyirlər üstünə 3 manat qoysunlar ki, babat pul qalsın onlara. Belə deyə də normal. Yəni buranın satışı, oranın satışı bir deyil. Məsəl üçün Bakıda Salam aleyküm, nətərsiniz? Bakıda məsəl üçün 1000 dəstə göyərti satılır. Onun üstündə 5 qəpik alanda 50 manat qazanc olur. Məsəl üçün. Amma burada isə 100 dəstə satılır. Və deməli, hələ də üzü yuxarıda bazardan tam nə qədər uzaqdır. Bəli, bəli qardaş. İsmail bazarıdır. İsmail var. İsmail'i var. Burada ümumiyyətlə İsmail'dən çox şey yoxdur. Bax, bu köşkdə İsmaili adiyyəti yoxdur. Çoğunda da İsmaili adiyyəti yoxdur. Bura bir dənə it burnudur, karal yoxdur, bəzi şeylər. Heç inaza xiyardır, çox şey Göyçaydan gəlir bura, Ağsudan gəlir bura. Başqa rayonlarda. Kələmin özü, İsmail'də mən kələm görməmişəm. Göyərti ən çox o bir rayonlardan gəlir. Bazar olsun. Yox, bura ucuz. Ucuz deyil, bunlar hamısı rayondan getdilər. Amma göyərtilər göyərtidir. Bazar olsun qardaş. Göyərtilər Bakı dəstələrinin ikisi boydadır. Hə, deyə yuxarı üzü. Üzü yuxarı deyə gəlib çıxır yuxarı. Hə, necə tanımıram. Ekranın beyanında zəhmət olmasın. Hə, bu. Nədir adı? Hemen bir sene tarafa bakarlar zaten bu çekiş zamanı. Böyle bil ki o. Daha yüz istəyəm o. Min yiyib qalır zat. Gedərik küçədə zatda. Cəmaat hamısı ona baxarıq. Biraz açıq saçıq qızlar. Ama o fason baxırlar, mən adam utanır. Yani çək kamera əlimdə, 2 dənə kamera. Hem telefon hem de kamera bir de böyle.
Gör, cəmaatın evinin qabağına gəlib çıxıblar. Bəyənmirsə 20 nəfərdir, ekranı bəyənmirsiniz. Ay Allah, onlar hara gedib çıxıblar ha. Bir dənə buna baxın, bu hara gedib çıxıbdır. Bazardan sən nə qədər uzaqdır? Kənd cəmaat bizə hələ özünə az evindəki, həyətindəki biri qozun gətirib biraz, biri nə bilim 2-3 kilo lobiya gətiribdir. Ondan sonra 1-2-3 kilo yemişan gətirib. Hələ bir 5-10 litr süt gətiribdir. Hərəsi az. Ben keçdim, utandım onun yanına gidəndə. İsmail'in bazarıdır da. Burası bazar günü. Bazarda o kadar yer yoxdur axı. Tutsun bu kadar cəmaatı. Yolda. Üzü yuxarıda gedib çıxır. Kaçdı o alma bağını. Alma bağından üzü nə bilim Qəbələnin aralığına. Ha, bu qədər can. Ayaqdan çəkiliş eləyirəm mən. Gör, o boyda cəmaatı bazar tutmur axı. Gəlib çıxırlar. Təsəvvürlə ki, bunlar buradakı evlər də uzağa getmir. Elə çıxır qapısının ağzına. Aynı nə alır, girir şəhəri. Fikir verir, nə qədər ayaqdan gələm. Ben YouTube videosunu burada yekunlaşdırıram. Burada çəkiliş.